Salam, hər vaxtınız xeyirli olsun. Dəyərli üzvlər, mən Avro Qrup şəxsi inkişaf qruplarının rəhbəri İlhama Bayramova. Növbəti dərsiz təlimimizlə qarşınızdayıq. Deməli, öncəliklə chat bölməsini yazа bilərsinizmi? Eşidilirmi səsim, ekran görünürmü? Suğra elçinliyi ilə SMM yolunda məqsədlər adlı bir şəkil paylaşmışam. Təlimçimizin və bugünkü təlimin mövzusu əks olunur ekranda. Yazsanız sevinərəm. Aha, təşəkkür edirəm mənim daimi üzvlərim, hamınız burdasınız. Zəhmət olmasa həmçinin chat bölməsinə qeyd edərsiniz. Aramızda yeni üzvlər varmı, yoxsa hamısı Alva qrupun daimi üzvləridir. Yeni gələnlərini də hər birini salamlayıram. Deməli, təlimin vaxtından çox keçməmiş söz vermək istəyirəm Suğra xanıma. Suğra xanım bizim ta ki mən AVO qrupu yaradandan bəri daimi əməkdaşım və təlimçimizdir. Onunla biz istər oxu haqqında, şagirdlər üçün sürətli oxu haqqında bir geniş təlim keçirmişdik və o YouTube-da çox böyük bir səs gətirmişdi. Hansı ki 2023-cü ildə keçməyimizə baxmayaraq hələ də yankıları, yəni onun deməli geri dönüşləri davam edir. Çox xoşdur ki, mənə Suğra Elçinli ilə birlikdə belə güclü bir bağımız və əməkdaşlığımız var. Həm də əyani formada tanışıq. Deməli, əyani formada olan tanışlıqlar insanların əməkdaşlığını daha da gücləndirirmiş. Belə daha çox təlimlərimiz deməli SMM yolunda olubdu. Bildiyiniz kimi Suğra Elçinli SMM-dir, sosial media meneceri üzrə həm təlimlər keçir, həm də özü menecer olaraq fəaliyyət göstərir. İndi öz haqqında daha geniş məlumat verəcəkdir. Buyurun Suğra xanım, söz sizdədir. Mən sizə host edirəm indi. Salam, axşamınız xeyir, necəsiz? Sağ olun, siz necəsiniz? Gördük daha yaxşı Çox oldu. sağ olun. İlk olaraq bu şansı yaratdığınız üçün İlhami xanım sizə bir daha təşəkkürümü bildirirəm. Siz qeyd etdiniz artıq biz 2023-dən bəri bir yerdəyik, əməkdaşıq, bir sıra marafonlar da təşkil eləmişik, təlimlərimiz də olub, insanları həm maarifləndirmişik, həm də ki öyrətmişik. Səsim yaxşı gəlirmi? Bəli, hər şey qaydasındadır, Hı əladır. Mən hı. sizə host verirəm. Əla. Səsləri bağlı Tamam. saxlayaq. Dəyərli üzvlər, əgər kimsə uyğundursa, istəsə, yəni görüntünü aça bilər. Hı Səslərimiz hı. bağlı qalsın. Təlimçimiz mövzunu izah etdikdən sonra sualların hamısı cavablanacaqdır. Sualları istəsəniz sonda səsli formada, istəsəniz də yazılı formada indidən bildirə bilərsiniz. Əgər sonda rəsmi sertifikat əldə etmək istəyirsinizsə, mən aşağıya əlaqə nömrəmi qeyd edirəm. Həm sertifikat barədə, həm də ümumən təlim haqqında nə sualınız varsa, mənə şəxsidə də ünvanlaya bilərsiniz. Buyurun. Hə, deməli belə, hosta ötürdünüz yəqin ki, mən ekranda paylaşacağam, amma ondan öncə istəyirəm ki, özüm haqqında qısa məlumat verim. Mən Suğra Elçinli, SMM meneceri, həmçinin təlimçiyəm. Ümumiyyətlə bu SMM sahəsini seçməmişdən öncə artıq 4 ilə yaxındır, sırf 3 ildir ki, tam olaraq təlimçi kimi fəaliyyət göstərirəm. Daha çox natiqlik diksiya barəsində təlimlərim olub, məntiq müəllimi kimi fəaliyyət göstərmişəm. Ən öncələr belə, yəni karyeramın başlanğıcı mental arifmetika ilə olub. Bilmirəm, o zamanlarda məni tanıyanlar varsa, ya da ki ilk dəfədə görürsüz. Daha sonra isə elə öz işimlə bağlı mənə lazım idi ki, SMM bilikləri öyrənim, SMM haqqında məlumatım olsun və başladım SMM-lə bağlı kurslar almağa, marafonlar almağa. Sonra gördüm ki, niyə də olmasın, mən özüm elə bu sahəni digər SMM-lərə nisbətən, yəni dırnaqarası daha yaxşı bacarıram. Ona görə də özüm də başladım artıq həmçinin iki sahə ilə məşğul olmağa, həm SMM, yəni marketinq, həmçinin də ki müəllim olaraq. Və daha sonralar, təbii ki, bunu ilk öncə etmədim. Daha sonralar bu işi yaxşı bildikdən sonra başladım təlimlərin verməyə. Yəni təlimin keçməyə, öyrətməyə insanları. Niyə görə? Çünki mən görürəm ki, həqiqətən məndə öyrətmə daha yaxşıdır. İnsanları öyrətdikdə daha xoşbəxt oluram və onlara özümdən nəsə qatdıqda bu məni çox xoşbəxt eləyir həqiqətən. Və həqiqətən də bu sahədə uğurlu olduğumu düşünərəkdən yenə bu sahəni öyrətməyə başladım. Nə sizi yorum, indi isə artıq SMM mütəxəssisi kimi fəaliyyət göstərirəm, həmçinin bu sahənin bir təlimçisiyəm. Bugün də sizinlə SMM haqqında, ümumiyyətlə mən düşünürəm ki, SMM haqqında sizin qısa da olsa anlayışınız var. Ümumiyyətlə SMM nədir? Sosial media marketinqi. Və biz bunu bilmək üçün ilk olaraq
marketinq haqqında məlumatımız olmalıdır. Və mən istəyirəm sizə qısa da olsa, çox sizi yormadan marketinq barədə məlumat verim. Yəni bu ümumiyyətlə marketinq nədir? Bəzən marketinqi hətta marketlə belə səhv salanlar var. Amma İstəyərdim ki, hər birinizi sıfırdan, necə deyim, SMM haqqında məlumatlı ayrılasınız bu təlimdən. Çünki hal-hazırda SMM çox yayğın bir sahədir. Amma bəzən də insanlar onu tam olaraq nə olduğunu bilmirlər, anlamırlar. Hətta bilmədən belə bu sahəyə başvururlar, öyrənmək istəyirlər. Amma düzdür, asan sahədir, asanlıqları var, belə deyim. Tam olaraq asan deyil. Amma hər kəs üçün də deyil. Niyə görə? Əgər sizin araşdırma qabiliyyətiniz yoxdursa, əgər sizin tənbəlliyiniz varsa, davamlılığınız olmayacaqsa, ümumiyyətlə SMM sizin üçün deyil. Çünki SMM sahəsi birinci sizdən araşdırma tələb eləyir, ikinci olaraq davamlılıq tələb eləyir, üçüncü olaraq tənbəl olmamalısınız. Bu sahədə davamlı olaraq səhifənizi aktiv saxlamalısınız. Əgər həqiqətən məqsədiniz həmin səhifəni peşəkar şəkildə idarə etməkdirsə. Və bəzən insanlar da bilmədən bu sahəni öyrənməyə başlayır və sonda da uğursuz olur. Sonra da başlayır təlimçini günahkar etməyə ki, yox təlimçi yaxşı öyrətmədi, mən başqa bir kursa yönəlim. Amma xeyr, təlimçidən asılı bir şey deyil. Düzdür, 50-50-yədir. Sizin də payınız var burada, təlimçinin də. Amma ən çox şey sizin özünüzdən asılıdır. Və niyə görə bu təlimin adını mən məqsədlərin müəyyən edilməsi qoydum? Siz ən azından bu sahəyə başlasanız belə məqsəd qoymalısınız. Yəni məqsədinizi ilk olaraq müəyyən eləyib, təyin etdikdən sonra uyğun görməlisiniz ki, hə, mən sonda suallarınızı verərsiniz. Mən istəmirəm ki, cavabsız qalsın. Bu gözəl səsi eşitmək xoş oldu İlham xanım. Aha. Gəlin başlayaq. Marketinq nədir? Ümumiyyətlə marketinq, Lori dildə izah etsək, hər hansı bir məhsulu və ya xidməti, bu məhsul da ola bilər, xidmət də ola bilər, fərqi yoxdur. Hər hansı məhsulu və ya xidməti bazara çıxarmamışdan öncədən başlayır. Yəni düşünün heç bir məhsul yoxdur. Sizin məqsəd təyin etməmisiniz ki, nə seçəcəm, nə satacam. Oradan başlayır marketinq. Mən hər hansı bir məhsulu və ya xidməti təyin eləyirəm. Daha sonra onu bazara çıxarıram, qiymət təyin eləyirəm. Onu harada tanıdacam, onu müəyyən eləyirəm. Reklamını harada aparacam, onları müəyyən eləyirəm və satışını həyata keçirirəm. Təbii ki, burada bitmir. Satışını həyata keçirdikdən sonraki olan dövrdə marketinqdir. Yəni, mən bir müştəriyə bir məhsulumu satdım və ya xidmətimi satdım, bitdi. Bundan marketinq olmur. Sən həmin müştərini əlində saxlamağı bacarmalısan. Əsl marketinq budur. Məsələn, mən kursdan sonra marafonlar da eləyirəm. Yəni kiçik bütçəli marafonlarım da olur. Mənim həmin marafonlarıma öncəki tələbələrim qoşulduqda həqiqətən anlayıram ki, deməli marketinq işini bacarıram. Niyə? Çünki əsas mənim üçün yeniləri qazanmaq asandır. Yeni tələbə, yeni müştəri qazanmaq çox asandır, inanın mənə. Amma öncəki qazandığınız müştərini əlinizdə saxlamaq bu biraz çətindir. Ona görə marketinq işini bilməlisiniz ki, həmin müştəri, tələbə fərqi yoxdur. Bu sahədə olan məhsul satırsınız, xidmət satırsınız, fərqi yoxdur. Həmin insanlar sizdən ikinci dəfə almaq istəsinlər. Tamammı? Burada da qeyd eləmişəm. Müştərilərin istəklərinin müəyyənləşdirilməsi, onlar üçün dəyərin yaradılması, dəyər dediyim bayaqkılar və müştərilərlə əlaqənin təmin edilməsi deməkdir. Yaxşı, bəs bununla bitdimi? Xeyr, bununla bitmir. Təbii ki, marketinqin növləri var. Ondan öncə mən istəyirəm sizlərə sual verim ki, marketinqin növləri haqqında bilginiz varmı? Sizcə neçə növü var? Çox sağ olun İnci xanım. Marketinqin növlərini bilənlər varmı burada? Yoxdur. Aha. Sonra cavablarınız maraqlıdır. Marketinqin hansı növləri var? Digital marketing. Aha, əla. Bir də onu sual verim ki, burada mənim tələbələrim varmı? Yoxsa elə ilk dəfədir qoşulmusunuz? Nurlan bəy, elə SEO, SEM özü digital marketinqin növləridir. Ona gələcəyik. Amma sırf marketinqin növləri, hələ ki sadəcə marketinqlə danışırıq, digital marketinq, digər növü.
Başqa növü də var axı. İlk dəfə də Aynur xanım, aha, influencer market. Bunlar hər biri rəqəmsalın növləridir. Amma bəs marketinqin özünün növləri hansılardır? Gəlin istəyirsiniz onları mən izah eləyim. Çox sağ olun, təşəkkür edirəm. Təbii ki, bu nitqə mən öz-özümdən sahib olmamışam. Diksiya dərsləri sağ olsun. Bir ara hardasa 2 il olar da İlhami xanım siz bilirsiniz yəqin. 2 il öncə diksiya haqqında da təlimlərim çox olurdu. Hətta bir dəfə nəfəs texnikaları təlimi keçmişdim. Hər kəsin sevimlisi idi. Sosial media marketinq, aha, bunlar hamısı rəqəmsalın növləridir. İndi onları deyəcəm. Deməli, baxaq, marketinqin iki növü var. Ənənəvi marketinq və rəqəmsal marketinq. Tamammı? Rəqəmsalı bayaq Nurlan bəy dedi. Amma hər birinin də ayrı-ayrı növləri var və hər birinin də bir-birindən fərqləndirən xüsusiyyətləri var. Aha, Şəbnəm xanım da ilk dəfədə qoşulur. Tamam. Yenə keçərsiz nəfəs texnikası, nitdiksiya təlimləri. İnşallah, hələ ki düşünmürəm, hələ ki qabaqda başqa layihələr var, amma inşallah gələcəyin ya da olmasın. Yay ərzində bir şey danışarıq, planlayarıq. Hə, ə, ənənəvi marketinq və rəqəmsal marketinq. Deməli, ənənəvi marketinqin növləri televiziya, gördüyümüz televiziya, yəni baxdığımız, izlədiyimiz televiziyadır, radiodur, oxuduğumuz qəzetlərdir. Düzdür, hal-hazırda qəzet oxuyan olmasa da, amma qəzetlərdir, jurnallardır, billboardlardır. Yəqin küçədə görmüsünüz iri böyük billboardlar. Onlar hər biri ənənəvi marketinqin növləridir. Yaxşımı? Yəni məsələn desələr ki, mən ənənəvi marketinqlə reklam vermək Salam. istəyirəm. Ənənəvidə özümü reklam etmək istəyirəm. Düzdür? Bu harda eləyəcəyik biz özümüzü reklam? Televiziyada, radioda və ya broşürlər vasitəsilə. Pərviz bəy deyəsən qayd olunur zaten. Yəni ehtiyac yoxdur. Siz qayd eləməyin zəhmət olmasa. İlhami xanım özü eləyir. İndi qoşuldum mən təlimə. Siz İndi zəhmət başlayın. olmasa slaydı əvvəlki səhifələrə çevirə bilərsiniz. Elə ilk səhifədə narahat olmayın. Bundan öncəki marketinq idi. Marketinq haqqında məlumat. Yəni Mən orada özüm marketinq görünür ki, yəni 2-3 səhifə keçib, yəni ona görə sağ tərəfdə görünür. Yox, narahat olmayın. Bu ikinci səhifəmizdir, digəri marketinqdir. Deməli, baxın, hə, baxın bu idi səhifəmiz. Hı -hı. İkinci səhifədə nədən danışırdıq? Marketinqin növləri haqqında danışırdıq. Ənənəvin növlərini bildik, düzdür? İndi keçirik rəqəmsala. Rəqəmsalın hansı növləri var rəqəmsal marketinqdə? Sosial media marketinqi hal-hazırda aktiv olan, aktual olan, gündəmdə olan, belə deyim, ən önəmlisi sosial media marketinqidir. Daha sonra influencer marketinqdir. Content marketinqi, email marketing, daha sonra var SEO, SEM, affiliate marketing. Bunlar hamısı rəqəmsalın növləridir. Sosial media marketinqi bildiyimiz SMM, sosial media vasitəsilə marketinq işinin təşkili. Onun haqqında detallı danışacağam. Influencer marketinqi nədir? Influencer marketing gördüyümüz, yəni Instagramda izlədiyimiz blogerlərdir, influencerlardır. Hansı ki biz onlara hər hansı bir məbləğ qarşılığında reklam elətdiririk. Bu adlanır influencer marketing. Sonra gəlir content marketinqi. Belə bir şey deyim ki, content marketinq olmasa, bunların heç birini biz irəli apara bilmərik. Ən başda durur content marketinqi. Çünki bizim kontentimiz olmasa, bizim mövzumuz olmasa, biz düzgün yazı bacarıqlarını bacarmasaq, heç bir sosial şəbəkədə uğurlu ola bilmərik. Yəni nə deməkdir bu? Ən önəmlisi content marketinqidir və content marketinqinin də özünün növləri var. Content menecerliyi var, copywriterliyi var. Bunlar hər biri content marketinqin növləridir. Daha sonra email marketinq var ki, hansı ki yəqin sizə də gəlib bilmirəm. E-maillara toplu şəkildə mesaj göndərilir hər hansı bir xidmət və ya məhsul haqqında.
Bu da təbii ki bir kliklə olan bir şeydir, rahat bir şeydir. Orada əvvəlcədən baza toplanır, hər hansı bir formlar vasitəsilə, yəni data toplanır, insanların dataları. Daha sonra onlar bir proqram var. Həmin proqramda bir kliklə 10 minə qədər mesajı birdən-birə göndərmək olur. Bu da adlanır email marketing. Sonra var SEO, Search Engine Optimization, axtarış motorlarının optimizasiyası, hansı ki Google-da bizim ilk qarşımıza çıxan amma reklamsız, orqanik böyümə üsuludur. SEM var, Search Engine Marketing. Bu da Google-da pullu, yəni Google Ads pullu reklamların verilməsi. Necə ki biz pullu reklamları Ads Manager-də falan veririk. Bu da SEM-də reklamları Google-da edilməsidir. Daha sonra affiliate marketing var. Onları burada qeyd etməmişəm. Affiliate marketingdə saytlar arası reklamdır. Məsələn, siz hal-hazırda ən çox populyar olan affiliate marketing növünü misal çəkim sizə. Temu. Temunu biz nə edirik? İnsanlarla WhatsApp-da paylaşırıq, Instagram-da paylaşırıq və ya influencerlar var ki, yəni blogerlər Instagram-da daim linklər paylaşırlar. Trendyol, Temu, nə bilim nə, ancaq bu adlanır affiliate marketing. Yəni bir-biri ilə əməkdaşlıq eləyirlər. O da pul qazanır, bu da pul qazanır. Mən daxil olub oradan Trendyoldan geyim seçirəmsə, həmin linkdən həmin insana da ödəniş gedir və Temu özü də qazanır. Düzdürmü? Bu adlanır affiliate marketing. Yəni əslində gündəlik istifadə etdiyimiz bir şeylərdir, amma bunların hər birinin mənasını bilsək bizim üçün daha yaxşı olar. İndi keçirik sosial media marketinginə. Sosial şəbəkələrdə marketinq işinin təşkili deməkdir. Yəni mən marketinqi bayaq dedim, marketinq nə idi? Müştərilərlə əlaqə yaradılması, müştərilər üçün dəyərin yaradılması, onlarla bağ qurulması, onlarla yenidən əlaqənin saxlanılması və biz bunların hər birini harda eləyirik? Sosial media marketinqində. Sosial media şəbəkələrində. Yaxşı, bəs sosial media platformaları hansılardır? Bildiyiniz bir ikisini sadalayın və ya belə bir sual verə bilərəm ki, sizin üçün ən önəmli sosial media platforması hansıdır? Cavablarınız mənim üçün maraqlıdır. Salam. Instagram, TikTok. Aha. Hı hı. Başqa? Aktiv olaq biraz, təlimimiz interaktiv keçsin. Facebook, hı hı. WhatsApp, hı hı. YouTube üzərindən SMM işləmək olar. Bəli, YouTube da zaten SMM-in növüdür. SMM-ə aiddir. WhatsApp. Hı hı. Düzdür, belə deyim də, biz WhatsApp-dan da satışlar eləyirik. Çox aktualdır bu da. Amma əsas sosial media platforması olaraq götürülmür. Çünki əsas sosial media platformaları Instagramdır, Facebookdur, TikTokdur, LinkedIndir, YouTubedur. Bunlar sosial media platformalardır. Sonra Instagram, Facebook, YouTube, bəli. Hı -hı. Və təbii ki, sosial media varsa, sosial mediada nə var? Qazanc var. Biz rahatlıqla sosial mediadan qazanc əldə edə bilərik. Bəli, bəli, biznes WhatsApp-da satış edənlər olur. Təbii ki, mən özüm də satışlarımın çoxunu elə WhatsApp üzərindən eləyirəm. Deməli, sosial media varsa, sosial mediada təbii ki, qazanc da var. Bəs biz sosial mediada necə qazana bilərik? Bu sual hər kəsə məncə çox maraqlıdır. Siz sosial mediada necə qazana bilərsiniz? Ən əsas ikisini deyim. Ya bloger olaraq, ya da ekspert olaraq. Ya bloger olaraq öz həyatınızı paylaşaraq, yəni qəşəng kontent yaradaraq reklamlar qəbul edirsiniz. Təbii ki, öz kütlənizi yığdıqdan sonra. Ya da ekspert olaraq öz biliyinizi satırsınız. Tamam mı?
Ekspertlərə kimlərə aiddir? Müəllimlər, psixoloqlar, coachlar, daha sonra dietoloqlar, bunlar hər biri ekspert adlanır. Və siz öz biliklərinizi sataraq sosial mediadan qazanc əldə edə bilərsiniz. Daha sonra SMM menecerlər, sosial media meneceri kimi fəaliyyət göstərənlər neyniyir? İnsanların, sahibkarların, kiçik bizneslərin, böyük bizneslərin səhifələrini idarə edir. Content menecerlər nə edirlər? Əgər sizin qəşəng yazı bacarıqlarınız varsa, və ya jurnalistika tələbələri daha çox bunu eləyirlər, nə edirsiniz? Content menecer olaraq fəaliyyət göstərirsiniz. Sadəcə olaraq kontentlər yazırsınız, mövzular yazırsınız, həmin mövzular üçün mətnlər yazırsınız, açıqlama bölməsini yazırsınız, hər bir şey. Yəni content menecer olaraq fəaliyyət göstərirsiniz. Reels maker, yəqin artıq hamı bilir. Yəni mobiloqraf da deyilir buna, Reels maker da deyilir. Telefon vasitəsilə çəkiliş edən insanlar. Həqiqətən çox qazanclı bir sahədir və çox kreativ bir sahədir. Çox sevdiyim bir sahədir mənim də. Baxmayaraq ki, mən onu eləmirəm, amma həqiqətən sevərək izləyirəm o Reels makerların videolarını. Çünki həmin sahə elə bir sahədir ki, gərək orada kreativ olasınız. Və dizayner digər ikinci kreativ olan sahə dizayner. SMM özü də kreativ sahədir. Niyə görə? Çünki siz SMM olaraq hər sahədən müştəri götürə bilərsiniz. Həkimin səhifəsini idarə edə bilərsiniz. Müəllimin səhifəsini idarə edə bilərsiniz. Kosmetoloqun, dietoloqun, nə bilim, adi saat satır, buşteriya satır. Həmin insanın səhifəsini idarə edirsiniz. Hər kəsin, yəni bütün insanların səhifəsini idarə edirsiniz və istərsəniz həmin iş haqqında, həmin xidmət haqqında və ya məhsul haqqında məlumat toplamış olursunuz. Burada da nə edirsiniz? Burada yəni kreativ, belə deyim, qəşəng, maraqlı bir sahədir. Yəni monoton deyil də. Mən məsələn monotonluğu sevmirəm. Mən 9-6 işini sevmirəm. Bəlkə gələcəyinə işləyərəm, amma indini demirəm. Yəni hal-hazırda düşünürəm ki, monoton bir sahəni sevmirəm də. Çünki SMM-lik özü də monoton deyil. Fərqli-fərqli insanlarla işləyirsiniz, fərqli-fərqli sahələrlə işləyirsiniz. Yəni qəşəng bir sahədir, kreativ. Əgər kreativ olmağı bacarsınız, həqiqətən çox yaxşı bir sahədir. Dizayner də nə edir? Qəşəng postlar hazırlayır, 3D motionlar hazırlaya bilər. Yəni dizaynerin də bir neçə növü var. İnteriyer dizayner var, UX dizayner var, adi Instagram üçün postları hazırlayan dizayner var. Da demirəm, durub Canva-da post hazırlasın, yox. Peşəkar şəkildə dizaynerlik. Daha sonra web dizayner, bəli. Mən sosial medianın üstünlüklərindən danışam. Daha sonra mən sizə sosial medianın 2025-dəki trendlərindən danışacağam. Bu trendlərdə daha çox reelslərlə bağlıdır. Ən birinci sosial medianın üstünlükləri nələrdir? Biz bildik ki, oradan qazanc əldə eləmək olur, düzdür? Yəni bunu biz tez zamanda da bacara bilərik. Elə insan var ki, bir aylıq kursa yazılır, kursun ikinci həftəsindən öz işini götürür. Yəni bu insanın özgüvəni var, özünə inanır və bacarır. Freelance işləmək imkanı, uzaqdan işləmək deməkdir. Yəni siz gedirsiniz, işi götürürsünüz və artıq rahat şəkildə istəyirsiniz ofisdən işləyirsiniz, istəyirsiniz evdən işləyirsiniz. Bu adlanır freelance. Yəni bu sahəni öyrənərək sizin freelance işləmə üstünlüyünüz olur. Əlavə gəlir qazanmaq, ola bilər 9-dan 6 işləyəsiniz, ola bilər ki, birinci işiniz var, bunu ikinci iş kimi götürəsiniz. Bu da sizin üçün nədir? Əlavə gəlir yeridir. Və ən əsası heç kimdən asılı olmursunuz, başınızın üstündə müdür olmur, heç kim sizə əmrlər vermir. Əksinə siz SMM menecer olaraq bir komanda götürə bilərsiniz. O komandaya dizayner götürə bilərsiniz, reels maker götürə bilərsiniz, hansı ki siz işin başındasınız və onlara nə edirsiniz? Brief ötürürsünüz. Yəni tapşırıq verirsiniz. Dizayner sən bu postu hazırlamalısan, reels maker sən bu vaxtı bu çəkiliş etməlisən. Yəni bu işdə müdür artıq özünüz olursunuz. Və indi 2025 trendlərindən danışsaq, əvvəllər postlar falan da, necə deyim, keşfətə düşə bilirdi, amma indi daha çox ancaq reelslərlə insanlar məşhurlaşır. Yəni əgər reklam verməyəcəksinizsə səhifədə, çalışın ki, çoxlu reelslər çəkin. Qəşəng maraqlı, kontenti maraqlı olsun, reelslər çəkin. Və öncələr reelslər
Tez-tez keçidlər var idi reelslərdə. Onlar maraq cəlb eləyirdi. Amma indi elə bir şey yoxdur. İnsanlar istəyir ki, rahat şəkildə izləsinlər o reelsi, onu sakitləşdirsin. Yəni bir də məsləhətim, əgər reels çəkəcəksə altına yazılar yazın. Yəni reelsin altında yazılar olsun ki, insanlar ola bilər ki, gecə vaxtı baxsın həmin reelsə və səsi açmasın. Orada yazılar getsin, ən azından nə haqqında danışdığınız haqqında məlumatı olsun. Daha sonra karusel postlar paylaşa bilərsiniz. Karusel postlar yəqin bilirsiniz. Sağ tərəfə çəkərək baxdığımız postlar adlanır karusel postlar. Və daha çox maarifləndirici şəkildə kontentləri paylaşa bilərsiniz, trendləri paylaşa bilərsiniz, trend səslərdən istifadə edə bilərsiniz. Həmçinin də ki, satış postu. Əgər siz səhifəni bir məqsəd qoyursunuz ki, mən bu səhifədən gəlir əldə edəcəm, düzdür? Və həmin gəliri əldə etmək üçün sizin 4 cür kontentiniz olmalıdır. Birincisi maarifləndirici, ikincisi trendlər mütləq şəkildə, fayda verməlisiniz insanlara, yəni məlumat ötürməlisiniz. Daha sonra isə satış tipli postlar, yəni kontent. Bunların hər biri sizin kontentinizdə olmalıdır. İstərsə reels paylaşın, istər post paylaşın və ya karusel post paylaşın. Əgər deyirsinizsə ki, mən öz həyatımı göstərəcəm, mən bloger olmaq istəyirəm. O zaman lifestyle elə bir formada qoymalısınız ki, yəni orada kontent ona uysun. İndi mən məsələn hal-hazırda çox görürəm ki, yeni başlamaq istəyirlər. Bir gün food bloger olur. Yəni yemək bişirəndə çəkir özünü. Bir gün mom bloger olur. Ancaq analıqdan paylaşır. Nə bilim, bir gün üz baxımından paylaşır, rutinlərini paylaşır. Belə blogerlik olmur. Bir sahəni tutmalısınız. Yəni çalışın ki, bir sahədə irəliləyəsiniz və həmin sahəni öz işinizə çevirə biləsiniz. Daha sonra suallarınızı bundan sonraki linkdə verərsiniz, əgər zamanımız yetməsə. Nə etməliyik? Təbii ki, ən birincisi düzgün profil qablaşdırmalıyıq. Profilimiz cəlbedici biodan ibarət olmalıdır. Düzgün rəng seçimi etməliyik. Reelslərimiz maraqlı və cəlbedici olmalıdır. İnsanların diqqətini 3 saniyə ərzində çəkməyi bacarmalıyıq və storytellingi bacarmalıyıq ümumiyyətlə. Gəlin baxaq düzgün profil qablaşdırılması necə olur? Ümumiyyətlə profil dedikdə ağlımıza nə gəlir? Bu insanın profili. Yəni Instagram səhifəsi. Daxil olduqda nə görürəm mən? Birinci profil şəkli. Əgər öz adınıza səhifə olacaqsa, mütləq şəkildə öz şəkliniz olmalıdır. Yox, əgər hər hansı bir biznesdirsə, hər hansı bir şirkətdirsə, həmin şirkətin loqosu olmalıdır. Biyonuz insanların diqqətini 3 saniyədə cəlb eləməlidir. Yəni biyonuz 3 suala cavab verməlidir. Mən kiməm? Mən nə edirəm? İşim nədir? Və sizə nə vəd edirəm? Üçüncüsü də ki, mənim fərqim nədir? Mən kiməm? Mənim işim nədir? Və mən sizə nə vəd edirəm? Tamam mı? Yəni insanlara öz fərqinizi orada bildirməlisiniz. Ay nə bilim mənim 500 dənə tələbəm olub, ay mənim 500 dənə pasiyentim olub. Bunlar getdi. İnsanlara sadəcə olaraq sizin fərqinizi bildirən cümlələr qurmalısınız və onları çağrışa, hərəkətə keçirməlisiniz. Rəng seçimi mütləq önəmlidir. Bir gün qırmızı paylaşım, bir gün yaşıl paylaşım, bir gün mavi paylaşım, qara paylaşım, hansı tutdu da. Belə bir şey olmaz. Qətiyyən çalışın ki, rəng seçimi düzgün eləyəsiniz. Uyum sağlasın bir-birinə, türklər demiş. Yəni əgər bir rəng seçirsinizsə belə onun tonlarından istifadə edin. Rəngi dəyişməyin. Həmin rəngin tonlarından istifadə edin. Reelslərimiz haqqında danışdım ki, çalışın ki, reelslər çəkdikdə 1 dəqiqədən o tərəfə keçməsin. İlk 3 saniyədə insanların diqqətini cəlb eləyin. Bunda biz nə ilə eləyirik? Hook başlıqlarla. Yəni insanların diqqətini cəlb eləyən cümlələrlə. Məsələn, İngilis dili öyrənmək üçün 3 asan üsul. Məsələn. Daha sonra arıqlamaq üçün 5 tövsiyə. Nə oldu? Arıqlamaq istəyənlər o videodan çıxmayacaq. Görüm nə deyir, hansı tövsiyələri verir. Bu da adlanır hook başlıqlar. İnsanların diqqətini 3 saniyədə cəlb eləsin ki, o mənim videomu sona qədər izləsin.
Və təbii ki, story-də də çox aktiv olmalıdır. Mən tanıyıram çox insan ki, satışlarının 50%-ni yox, 70%-ni story-dən eləyirlər. Yəni story vasitəsilə satmağı həqiqətən bacarırlar. Ona görə də biz story-də hekayə danışmağı, isitməyi bacarmalıyıq. Yaxşımı? Sonra rəsmi sertifikat. Salam, gizli hesabda reis paylaşsam. Xeyr, xeyr, qətiyyən gizli hesab işlətmirik. Açıq hesab. Təbii ki, açıq hesab. Əgər sizin məqsədiniz həmin Instagramda videonun keşfətə düşməsidirsə, səhifəniz açıq olmalıdır. Qətiyyən, indi hansı dövrdür? Qapalı səhifəyə yox. Qapalı səhifələri atırıq. Səhifələrimizi açırıq. Yaxşımı? Deməli, sonra keşfətə necə sala bilərik? Keşfətə necə sala bilərik? Bunu videodan videoya asılıdır. Bir də kontentdən. Kontentiniz güclü olmalıdır ki, həmin videoya sizin reaksiyalar gəlsin, orada şerlər gəlsin. Daha sonra bəyənməni deyə bilmərəm, çünki bəyənmə o qədər də rol oynamır. Əsas olan reaksiyadır, rəydir, şer, yəni dostunla paylaş falan və bunun üçün də ancaq hook başlıq və kontentiniz. Təqdimatı qrupa göndərəcəksiniz. Qrupa göndərərəm, bəli, istəsəz göndərərəm. Cavabınız üçün təşəkkürlər, xoşdur. Deməli, baxın, neçə səhifəmiz qalıb? Hə, 2 səhifəmiz qalıb. Mən bunu demək istəyirəm, yəni bu reklam xarakterli deyil ki, SMM kursuna hər kəs yazılsın burada olanlar, amma SMM nədir? Ümumiyyətlə SMM-i niyə öyrənməliyik? Onu bilin ki, sabah durub SMM kursuna yazılmaq istəyəndə yenə suallar yaranmasın ki, mən bu kursu niyə istəyirdim, ay Allah? Görsən mənim məqsədim nə idi? Universitetdə bu SMM-i keçirlər, yoxsa ancaq ənənəvi marketinqdir və bilmirəm, yəni xəbərim yoxdur. Bəs səhifəyə reklam vuranda məsələn 5 dollarla 2 postda 3 postda reklam vurmaq mümkündür. Bəli, mümkündür. Amma onu Instagramda eləmək olmur. Onu Ads Manager-də eləyirik və o da Meta Ads kursunda öyrədirəm. SMM kursu kimlər üçündür? Öz brendini qurmaq istəyənlər, freelance çalışmaq istəyənlər, bayaq izah elədim freelance çalışmaq nədirsə, ikinci iş axtaranlar, satışlarını artırmaq istəyənlər, tələbələr və s. Mən öz brendimi qurmaq istəyirəm. Məsələn, mən Giftbox səhifəsi hardasa 5 il olardı, ya 6 il. 5-6 il öncə Giftbox səhifəsi açdım. O zaman bilmirdim, SMM-dən anlayışım yox idi və həqiqətən mən həminki anda o əlimdə olan necə deyim, şəraitlə çox qəşəng satışlar eləyə bilmişdim. İndi baxıram ki, hə, əslində bilmirdim SMM nədir, necə səhifə idarə edirlər falan filan, amma ki çox qəşəng alınmışdı da həqiqətən və səhifəmdə satışlarım çox gözəl gedirdi. Sonradan həvəsim öldü. Nə bilim, başladım müəllimliyə. Ona görə qarışdı aləm bir-birinə və o qaldı. Amma indi mən bilərəkdən, yəni SMM-i bilərək öz brendimi qurmaq istəsəm, bəlkə də tamam fərqli bir şeylər eləyərəm və bu ilin trendinə uyğun hərəkət eləyərəm. Yəni artıq 6 il öncəki kimi yox, indi bu trend, bu ilin trendi nə istəyir məndən? Elə istəyərəm ki, hə, səhifəmi qəşəng şəkildə idarə eləyim. Və bunun üçün də təbii ki, əgər bilmirəmsə, sıfırdan başlayıramsa, mütləq şəkildə SMM kursunu öyrənməliyəm. Bəzən insanlar gəlib son anda SMM-i öyrənirlər. Açırlar səhifəni, həvəsdən düşürlər, satış getmir, heç nə eləmirlər, götürürlər SMM-i verirlər, onu bəyənmirlər. Ən axırda özləri yorulub deyir ki, gedim mən özüm ən yaxşısı SMM-i öyrənim. Və elə gəlirlər ki, kursa artıq yorulmuş vəziyyətdə ki, sən canım mənə SMM öyrət. Mən bircə öz brendimi idarə edeyim, öz səhifəmi idarə edeyim ən azından. Demirəm SMM olum. Bu həddə gətirib çıxarmayın. Əgər özünüz üçün nəsə eləmək istəyirsinizsə, aksesuar səhifəsi açmaq istəyirsiniz və mütləq şəkildə bu bilikləri bilməlisiniz. Ən azından Instagramda necə keşfətə düşmək olar, necə post paylaşmaq olar, bunların hər birini bilməlisiniz. Bayaq qeyd eləmişdim freelance çalışmaq istəyənlər üçün, hansı ki siz rahat şəkildə çalışmaq istəyirsiniz, müdür olmasın, başqa heç kim olmasın, yalnız siz. O zaman SMM-i öyrənərək çalışa bilərsiniz. İkinci iş axtaranlar gəlir yeri axtaranlar, yəni istəyir ki, ikinci gəlir yerdə olsun, əlavə gəliri olsun. Onlar da öyrənə bilərlər.
satışlarını artırmaq istəyənlər təbii ki, tələbələr üçün də uyğundur bu sahə. Yəni belə deyim, ən çox tələbələr üçün uyğundur. Çünki onlara 9-6 iş yaramır. Part-time gedib 200-300 AZN qazanacaqlar. Onlara heç sərf eləmir. Ən yaxşısı SMM-də ən azından bir müştəri, çox demirəm, bir müştəri götürərək ayda 500 AZN qazana bilərsiniz. Ən azı. Surə xanım, təşəkkür edirəm Bəli. əvvəla bu geniş, ətraflı, gözəl izah etdiyiniz üçün minnətdaram, dəvətimi qəbul etdiyiniz üçün. Xoş Vaxtımızda bir təəssüf. dəqiqə yarım qalır. Soruşmaq istəyirəm ki, sualınız varmı? Yəni ikinci link yəni açılsınmı? İstəyirsinizmi? Bunu aşağıda Açılsın bildirin. deyənlər plus göndərsin. Bəli, sualınız varsa daha doğrusu çünki gördüyünüz kimi artıq slayd bitib və təlimçimiz çox geniş məlumat verdi. SMM sahəsi elədir ki, indi bilirsiniz hansı dövrdə əsas olan hə bu neçə bal topladı, hansı universitetdə oxudu, nə bilim savadı necədir? Əsas qabiliyyətdir. Qabiliyyətin varsa sıfırdan başlayırsan və qabiliyyətli insansansa heç kim sənin keçmişini sorğulamır. Hə ki, sən nəsən, nəçisən, nə oxumusan? Əsas olan sizin qabiliyyətləriniz və bunun üçün əzmli olmağınızdır. Məsələn, bu gün burada 22 nəfər varsa, onun 20 nəfəri gedib özü üçün uğur qazana bilər, amma davamlı məqsədi olanlar. Görürəm istəcələk Bəli. qoymusunuz. Mən aşağıya əlaqə nömrəmi qeyd edirəm ki, kimlər AVO qrupda yoxdursa, ikinci linki əldə etmək üçün mənə yaza bilərlər. 404 50 37 göndərdim aşağı götürün. Birazdan link bağlanacaq. Suallarınızı da mütləq saxlayın. Kim cavablanmayıbsa ikincidə cavablayarıq inşallah. Təşəkkür edirəm dinlədiyiniz Tamam. üçün. Davam edəcəyik bir neçə dəqiqə sonra.